Su fiziki həyat üçün vacibdir. Necə ki, dirilik suyu, yəni mənəvi su, ruhumuzun yaşaması üçün vacibdir. O zaman bu dövrdə bizə həyat suyunu kim verəcək? Müqəddəs kitab peyğəmbərlik edir ki, ruh və gəlin dirilik suyunu verəcək. Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Bu dövrdə bizə həyat suyunu verən ruh və gəlin kimdir? Ruh, Ata Allahdır. Ruhla birlikdə zühur edən və bizə həyat suyunu verən gəlin kimdir? Gəl, mən sənə quzunun arvadı olacaq gəlini göstərim. Allahın yanından enən müqəddəs şəhəri Yerusəlimi göstərdi. Müqəddəs kitab bizə öyrədir ki, gəlin quzunun arvadı səmavi Yerusəlimdir. Səmavi Yerusəlim kimi təmsil olunur? Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. Səmavi Yerusəlim bizim anamızdır. Başqa sözlə, Allah ana bu dövrdə ruhun gəlini kimi zühur edir. Buna görə də bu dövrdə biz ruh və gəlin kimi zühur edən Ata Allahı və Ana Allahı qəbul edərək həyat suyunun xeyir duasını almalıyıq.